Hansı halda hərbi xidmətdən müvəqqəti azad olmaq mümkündür? Mövzu ilə bağlı Mətbuat Aza danışan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov bildirib ki, Azərbaycan qanunvericiliyi vətəndaşlara yalnız 3 əsas səbəbə görə müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ tanıyır. Təhsil möhləti əgər şəxs ali və ya orta ixtisas təhsilinə davam eləyirsə, bu zaman hərbi xidmətə çağırışdan müvəqqəti azad olunur. Sağlamlıq vəziyyəti şəxsin tibbi müayinəsi zamanı səhhətində hərbi xidmətə müvəqqəti yararsızlıq və ya çətinliklər aşkarlanarsa, möhlət tətbiq edilir. Bu qərar hərbi həkim komissiyasının rəyinə əsasən verilir. Ailə vəziyyətinə gəlincə, əgər vətəndaş ailədə yeganə baxıcıdırsa və ya ailə vəziyyəti ilə əlaqədar hərbi xidmətə getməsi real deyil. Məsələn, ailədə ağır xəstə, əlil və ya himayəsində az yaşlı varsa, bu halda da qanunla nəzərdə tutulan müvəqqəti möhlət hüququ verilmiş olur deyə Pərviz Sədrəddinov açıqlamasında bildirib.